olsun, istərsə də dumanlı, bu bölgənin hər dağı, hər yamacı gözəldir. Dağlarının başından ətəyinə doğru üzü aşağı uzanan meşələrinin nadir rənglərinin sehri adamı özünə məftun edir. Onun təbiəti pərilər kimi saf və gözəldir. Azərbaycanın rənglər diyarı. Zaqatala. Real vətənimizi qarış-qarış kəşf eləməyə davam edirik. Bu dəfə biz dağlarının başında göl, sinəsində qala bəsləyən, 500-dən çox yaşı olan çınar ağacları ilə, qədim abidələri ilə, dadlı ləzzətli mətbəxi ilə öyünən Azərbaycanın gözəl bir güşəsindəyik. Biz Zaqataladayıq. Salam Zaqatala. Zaqatala rayonu Azərbaycanın şimal-qərbində, Böyük Qafqazın cənub yamacında, Bakıdan 445 kilometr məsafədə, dəniz səviyyəsindən 535 metr yüksəklikdə yerləşir. Bura Dədə Qorqud meydanı, şəhərin mərkəzində yerləşir. Meydan yerli sakinlərin sevimli istirahət zonasıdır. Yaşıllığı, təmiz havası, maraqlı tikilləri ilə yanaşı buranı yaraşıqlı eləyən çınar ağaçlarıdır. O çınar ki, onların bəzilərinin yaşı 500-dən çoxdur. Dədə Qorqud meydanı adlandırılan Zaqatala meydanı tarixi baxımdan çox qədim məkan sayılır. Əzəmətli çınarlarla əhatə olunan meydan illər boyu Zaqatala sakinlərinin istirahət, yığıncaq yeri olur. Ərazi vaxtilə Çınar meydanı adı ilə tanınırdı. Meydan bugün də öz yaraşığı və imkanları ilə nəinki yerli sakinlərin, həm də gələn qonaqların zövqünü oxşuyur. Dədə Qorqud meydanına aid olan daha bir maraqlı yer. Qala düzü pilləkənləri. Bu pilləkənlər 1946-cı ildə inşa edilib. Sayı 128-dir. Axıracan çıxa bilsəz, buradan Zaqatalanın bəzi hissəsini yuxarıdan görə bilərsiniz. Buradan o yana isə qala divarları başlayır. Gəlin, görün, sizi üçün də maraqlı olsun. Şəhərə gələn qonaqların seyr elədikləri ilk qala Zaqatala qalasıdır. Vaxtilə burada toplarla təhciz edilmiş qarnizon, qərargah və xəzinə saxlanılıb. Bu qala Zaqatala qalasıdır. Ərazisinə görə ən böyük qala hesab olunur Zaqatalada. 1830-cu ildə inşa edilib. Hal-hazırda qoruq kimi fəaliyyət göstərir və daxilində 20-yə yaxın yerli əhəmiyyətli abidə var. Buranın ərazisi o qədər böyükdür ki, adama elə gəlir, ucu bucağı yoxdur. Və bu tarixə toxunmağa dəyər. Artıq 1830-cu ildə Zaqatala qalasının divarları hazır idi. Üçbucaq şəkildə olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən isə yer səviyyəsindədir. Divarların uzunluğu 3000 metr, hündürlüyü 3, bəzi yerlərdə isə 5 metrdir. Qalanın 3 böyük qapısı var. Qalanın ərazisində vaxtilə filmlər də çəkilib. Yenilməz Batalyon, Cavad xan filmlərindəki bəzi fraqmentlər Zaqatala qalasına lentə alınıb.
Zaqatala mərkəzinə yerləşən bu kilsə 4-5-ci əsrlərə aid qədim Alban məbədidir. Qırmızı kərpişdən hörülən bu binanın içərisindəki zəng qülləsi xüsusilə diqqəti çəkir. Məbədin inşasında şərq memarlığı üslubundan geniş istifadə olunsa da, bayır divarlarındakı 8 guşəli xaçlar diqqəti cəlb edir. Məbəddəki bir sıra elementlər sonradan əlavə edilib. Sovet hakimiyyəti dövründə isə məbədin divarlarının boyandığı deyilir. Deyilənə görə məbəddə hətta yanğın da baş verib. Zaqatala Çar Rusiyası tərəfindən işğal olunandan sonra 1851-ci ildə bu Alban kilsəsinin əsasında Xristian Pravoslav kilsəsi inşa edilib. Bölgənin yarıdan çox hissəsi dağlar və meşələrlə örtülüb. Ərazinin bir hissəsini ekoloji turizm üçün əlverişli şəraiti olan dəniz səviyyəsindən 3600 metr hündürlükdə yerləşən Zaqatala Dövlət Təbiət Qoruğu əhatə edir. 60%-dən çox hissəsi enli yarpaqlı meşələrdən ibarət olan bu təbiət qoruğunda Böyük Qafqaz dağlarının cənub yamaclarındakı nadir bitkilər və bir çoxunun adı qırmızı kitaba düşən heyvanlar qorunur. Bu qoruq 1929-cu ildə yaradılıb. Cənubi Qafqazda flora və faunanı qorumaq üçün qurulan ilk qoruqdur. Burada 1000-dən çox bitki növü var. Bu da Azərbaycan florasının 1/4 deməkdir. 12 bitki var ki burada. Onlar Azərbaycanın qırmızı kitabına düşüb, nadir bitki kimi. Çox gözəldir. Qoruqda nağıllarda olduğu kimi gül gülü çağırır, bülbül bülbülü. Bu mənzərəni görən insanın heyranlıq emosiyaları pik nöqtəyə çatacaq. Təbiət o qədər gözəldir ki, baxmaqla doymursan. Sözün bu təsviri vəsf eləməyə gücü çatmır. Burada təbiət özü danışır. O danışsın, siz də zövq alın. Qoruğun daha bir gözəlliyi var. O da Katex və ya Qəbzdərə şəlaləsidir. Şəlalə inzibati ərazi olaraq Balakən rayonunda olsa da, Zaqatala Dövlət Təbiət Qoruğuna aiddir. Bu səbəbdən də qoruğun yaraşığını Katex, Zaqatala sakinləri isə ona Qəbzdərə şəlaləsi deyirlər. Amma hansı adla çağırılmağından asılı olmayaraq, bu şəlalə qoruğun incisi sayılır. Bu şəlalənin bir dənə də özünə məxsusluğu var, o da ondan ibarətdir ki, onun suyu şəffafdır. Çünki bura qoruq ərazisi olduğu üçün yuxarıda malqara bitki örtüyünü yemir və dağlardan gələn su bitki örtüyündən sanki filtr kimi keçərək bura tökülür və bu yüzden də su şəffafdır.
Qorğun florası kimi faunası da zəngindir. Qorğun Təbiət Muzeyində bir sıra heyvanların maketini görə bilərsiniz. Zaqatala tək təbiəti ilə qürurlanmır. Onun abidələri də bölgənin dəyərini artırır. Çünki Zaqatala qədim şəhərdir. Ərazidə dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınıb. Bura Zaqatalanın Car kəndidir. Kənd Zaqatala şəhərinin şimalında Qafqaz dağlarının cənub ətəyində yerləşir. Üç tərəfdən dağlarla əhatə olunubdur. Kənddə qədim məscid və Cingöz adlı qala da var. Buranın havası, buranın təbiəti, rəngləri o qədər gözəldir ki, adam eşq etmək istəmir. Mərkəzdən 1 kilometr aralıda yerləşən kəndin ərazisindən 2 çay axır. Bəkməz və Zilban çayları. Car kəndində diqqəti çəkən 2 tarixi abidə var. Bunlardan biri 17-ci əsrə aid Car məscididir. Məscid döyüş vaxtı düşmənin diqqətini cəlb edib dağıtmasın deyə minarəsiz inşa edilib. Kənddə qorunan ikinci abidə isə 16-cı əsrə aid Cingöz və ya Çingiz qalasıdır. Hündürlüyü 10-12 metr olan qala müdafiə məqsədi ilə tikilib. Qala şəxsi evin həyətində olmasına baxmayaraq, tarixi abidə kimi dövlət tərəfindən qorunur. Ümumiyyətlə isə Zaqatalada şəxsi evlərin həyətində Cingöz kimi abidələrə tez-tez rast gəlmək olur. Zaqatalaya gələndə hökmən Yuxarı Çardaqlar kəndinə gəlin. Kənd rayon mərkəzindən 14 kilometr məsafədə Böyük Qafqazın cənub ətəklərində yerləşir. Bölgənin incisi, el arasında Qız qalası adlanan Pəri qalası məhz bu kənddədir. O, dağın sinəsində əlçatmaz yerdə inşa edilib. İlkin görünüşünü saxlayaraq dövrümüzə qədər gəlib çatan, dəyərli tarixi abidə olan bu qalaya əvvəllər dağ ətəyi ilə pilləkən olub. Sonralar isə təbii aşınma nəticəsində yol dağılıb. İndi qalaya yalnız alpinistlərin köməyi ilə çıxmaq olar. Biz artıq Azərbaycanın mirvarisi Zaqatalanın əfsanəsi olan Pəri qalasının qarşısındayıq. Bura gəlib çıxmaqdan ötürü mütləq alpinistlərin köməyini istifadə etmək lazımdır. Çünki bura piyada yol yoxdur. Bura çıxmaq olar, daha doğrusu dırmaşmaq. Alimlərin dediyinə görə bu qala 4-cü əsrdə inşa olunub. Təxminən Çin səddi ilə eyni dövrdə müdafiə qalasıdır. Bu qalanın çölü. İndi isə keçirik içəri. Ora daxil olmaq üçünsə yenə biz gördüyünüz o pəncərədən yenə bizim alpinistlərin texniki ləvazimatların vasitəsilə keçəcəyik içəri. Pəri qalanın təyinatı haqqında müxtəlif mülahizələr var. Qala elə bir mövqedə yerləşir ki, əraziyə gələn bütün yollar buradan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqlarını bu qalaya qaldırar, düşmən getmədən aşağı endirməzdilər. Əfsanəyə görə qalanın adı da elə bununla bağlıdır. Elin pərilərini, qızlarını qoruyan qala. Pəri qalası ilə bağlı başqa əfsanələr də dillərdə gəzir. Mən hal-hazırda Pəri qalasının içindəyəm.
Pəri qalası 3 otaqdan ibarətdir. Biri bu otaqda, 2 balaca pəncərəsi var. Biri o biri tərəfdədir, onun pəncərəsi daha balacadır və biri də aşağıdadır. Ora yol yoxdur demək olar ki. Pəri qalası qaya daşlarından, əhəy məhmulundan və bir də deyilənə görə yumurta sarısından inşa edilib. Əfsanəyə görə bu ərazidə Teymur Ləngin böyük ordusuna qarşı müqavimət göstərən dəstənin içində igidliyi, mərdliyi ilə seçilən bir xanım olub. Adı da Pəri olubdu. Teymur Ləng deyib, mən o qalanı da alacağım, o Pərini də özümə xanım eləyəcəm. Qeyri-bərabər döyüşdə uduzacağını görən Pəri düşmənə təslim olmamaq üçün özünü bu qaladan atıb. O vaxtdan bugünə qədər bu qalaya belə ad veriblər, Pəri qalası. Müasir dövrdə də Pəri qalası yerli əhalinin ən çox fəxr elədiyi tarixi abidədir. Bəzi mənbələrdə bu qala Dağıçı qala da adlandırılır. Azərbaycanda, eləcə də dünyanın uca dağlarının üzərində tikilən qalalar çoxdur. Pəri qalasının əsas özəlliyi ondadır ki, qala qaya çapılaraq inşa edilib. Yerdən 150-200 metr hündürlükdə tikilən Pəri qalası əlçatmaz dağ zirvəsinə salınan Alban memarlığının təkrar olunmaz nümunəsi hesab edilir. Qala o qədər sehirli, o qədər nağıl idi ki, ona baxmaqdan göz doymur. Pəri qalası hər kəsi heyrətləndirəcək gücə malik bir abidədir. Bu möcüzənin sehrindən ayrılmaq olur. Pəri qalasının özü də möcüzədir. Onun damından açılan mənzərə də. Bu bir başqa hissdir və bu hissi sözlə ifadə eləmək çox çətindir. Rayonun tarixi abidələrinin çoxu qədim vaxtlardan indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Əliabad kəndində tikintisi 1604-1610-cu illərdə kənd əhalisinin yardımı hesabına aparılan məscid günümüzə sağ-salamat gəlib çatıb. Zaqatalanın Əliabad qəsəbəsində yerləşən Cümə məscidi bölgənin ən qədim məscidlərindən biridir. Deyilənə görə o vaxt kənddə 12 nəsil yaşayırmış. Bu nəsillərdən 9-u məscidin inşasına dəstək verib. Məsciddəki 9 sütun da bu 9 nəsilləri ifadə edir. Məscidin minarəsi binadan kənarda yerləşir. Minarənin hündürlüyü 19 metrdir. Cümə məscidi 15-ci əsrdən qaldığı güman edilən köhnə məscidin qalıqları üzərində tikilir. Əliabad kəndinin havası da, suyu da, təbiəti də çox gözəldir. Tarixən həmişə mərdlikləri ilə seçilən kəndin sakinləri isə mehriban, qayğıkeş və qonaqpərvərdilər. Kənddə at çapmaq bir ənənədir. At minməyi uşaq vaxtından öyrənməyə başlayan yerli sakinlər təbii şəraiti nəzərə alaraq maşın sürməkdənsə at çapmağı daha üstün tuturlar.
Zaqatala tarixi abidələrin sayına görə bölgədə digər şəhərlərdən heç də geri qalmır. Şəhərin daha bir tarixi abidəsi Tala kəndində yerləşir. Bu, ölçülərinə görə Cənubi Qafqazın ən möhtəşəm məscidlərindən biri sayılan 1901-1911-ci illərdə tikilən Cümə məscididir. Üç tərəfdən eyvanla əhatə edilən məscidin binasının tikintisində qırmızı kərpişdən istifadə olunub. Deyilənə görə məscidin dam örtüyünün dəmirini xeyriyyətçi Hacı Zeynalabdin Tağıyev verib. Sonradan əlavə olunan minarənin hündürlüyü 55 metrdir. Bu minarə 2014-cü ildə Mövlud Qəhrəmanovun vəsaiti hesabına 19-cu əsrdə qoyulmuş bünövrənin üzərində tikilib. Zərif naxışlarla bəzədilmiş, əl işləmələri olan taxta qapılar 100 ildən artıqdır ki, istifadə olunur. Məscid tarixi abidə kimi dövlət tərəfindən qorunur. Zaqatalanın mənzərəsi günəş şüaları altında göz qamaşdırır. Məhz təbiət mənzərəsi bölgənin vizit kartıdır. Zaqatala əsl təbiət rəssamlarının yeridir. Bax və tabloya köçür. Heç xüsusi fantaziyada ehtiyac yoxdur, çünki mənzərə özü hər şey verib. Fotosesiya eləmək üçünsə Zaqatalanın təbiəti əla seçimdir. Azərbaycanın hər bölgəsinin özünə məxsus yeməkləri var. Zaqatalanda mətbəxi fərqlidir. Burada daha çox xəmir xörəklərinə üstünlük verirlər. Maxara, ət girsi, buğa düzən xəngəli kimi. Zaqatalaya qonaq gəldiniz, mütləq bunlardan birinin dadına baxın. Bu bir başqa ləzzətdir. Biz indi sizə forması günəşə oxşayan maxaranın hazırlama prosesini nümayiş elətdirəcəyik. Bu işdə təbii ki, mənə kömək eləyəcək Gülpəri xanım. Necəsiz? Çox sağ olun, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Gülpəri xanım, maxaranı hazırlamaq üçün bizə nə lazımdır? Maxaranı hazırlamaq üçün bizə süd, un, yumurta, yağ. Kim istəsə üstünə şəkər tozu və ya bal əlavə eləyə bilər. Təbii ki, mən bal məsləhət görərdim. Hə, başlayaq indi. Başlayaq. Maxara unu süddə qarışdırmaqla sacın üstündə bişirilən günəşə bənzər təamdır. El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər. Maxara adətən kərə yağı ilə yağlanır və balla səhər yeyilir. Əgər səhəri maxara ilə başladısa, nahara buğa düzən və ya bu xəngəli ilə davam edin. İndi biz Zaqatalada, Zaqatala mətbəxinə xas olan daha bir yemək hazırlayacağıq. Bu xəngəldir, amma bunun adı buğa düzən xəngəlidir. Bax, belə bir ətdir, bunu qaxac olunmuş ətdir də, elədir. Bəli. Demək, xəmiri xəngəl halına gətirib, düzürük bunun üzərinə, elədir. Və o bunun buğunda buğlandığı üçün bu xəngəldir. Buğ, yəni buğda bişən xəngəl. Buğa düzən xəngəli adətən qaxacla hazırlanır. Əvvəlcə ət bişirilir, sonra un, duz və sudan yoğrulan xəmirdən çox nazik yuxalar yayılır. Sonra onlar uzunsov şəkildə kəsilir. Xəmirlər yağlanaraq qazandakı ətin üzərinə yığılır və onun buğunda bişirilir. Bu xəngəl məxsusi olaraq rayonun Muxaq kəndində hazırlanır. Muxağın mətbəxi kimi təbiəti də gözəldir. Bu yerlərin mənzərəsi sizə xüsusi zövq verəcək. Hazırdır, hə? Bəli. Bəh, 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 bəh. Nuş olsun. Yarıdan çoxu zümrüdü meşələrlə bürünən bu qədim və gözəl məkan bütün zənginliyi, tarixiliyi ilə onu görən hər kəsi özünə valeh eləyə bilir. Elə buna görə də Zaqatalaya bir dəfə səfər eləyən mütləq yenidən bura gəlmək və xoş təəssüratları təkrar yaşamaq istəyir. 22 millət və xalqın nümayəndəsinin mehriban yaşadığı Zaqatalanın ilahi ecazkarlığı var.
Hayküylü şəhərdən sonra burada adamın ruhu dincəlir. Bura sizi hər addımında təəccübləndirəcək. Zaqatalanın gülərüz, mehriban sakinləri isə süfrələrini qonaq olacaq hər kəslə bölüşməyə hazırdılar. Tanımadığınız adamlar sizə ilk görüşdən doğmalaşacaqlar. Yetər ki, siz qonaq gəlin. Hər il Zaqatalan seyrinə çıxmaq üçün bura çoxlu sayda yerli və xarici turist gəlir. Gəlirlər ki, bu gözəllikdən zövq alsınlar. Bura çox fərqli yerdir. Buranın insanları, təbiəti, tarixi, mətbəxi çox fərqlənir. Buradakı meşələrdə adam özünü nağıllardakı kimi hiss edir. Ona görə də ayrılmaq olmur. Bir gələn, bir də gəlir. Bəs Zaqatala daha nə ilə fərqlənir? Qədim abidələri ilə, Füsunkar təbiəti ilə, Gürsulu şəlalələri ilə, mətbəxi ilə, qoz, fındıq, şabalıdı ilə, qonaqpərvərliyi, mehribanlığı ilə, İnsanların gözəlliyi ilə, dostluğu ilə, cəsurluğu, mərdliyi ilə. Burada elə yerlər, elə abidələr gördüm ki, düzü onları sözlə ifadə eləmək, onların gözəlliyini vəsf eləmək mənim üçün çox çətindir. Bu təəssüratı gəlib yerində görüb, onu duymaq lazımdır. Qısası, cənnət görmək istəyən Zaqatalaya gəlsin. Gəlin ki, real vətənimizi bir yerdə tanıyaq.